1968-ci ildə 68-60 Moskvada oynayıblar. Y4 C5 yox. Y4 C5 At3 D6 Sicilya müdafiəsinin variantlarıdır. D4 C5 D4 At-F6 əvvəlcə gəlir, hücum edir. Debüt daha Sicilya müdafiəsinin variantlarından biri At-C3 və J6. Bu variant tanış gəlir, hansı variantdır? Sicilya müdafiəsinin əjdaha variantı, əsas oldu. Dağlarla karpov oyunu, qaralarla da qiq. İndi görək, burada oyunun bir gedişatına baxaq görək, oyunda nə cür proseslər gedir, nə cür vəziyyətlər var. Bir oyunu bir yerdə biz həm təhlil edəcəyik, həm də ki, bəzi şeylərə baxaq görək, o dərinliklərdə, hər gedişdən sonra nələr baş verir. Bu, əjdaha variantında əsasən nədir? Ağlar şah cinahından hücum edir, qaralar isə vəzir cinahından hücum edir, şah olan tərəfdən. Fil Y3 Fil J7 F4 yox, F3 F3 gedişi nədən ötürdür? Həm elə, həm də ki, atı J4-ə buraxmır. At J4-ə gəlib, əsasən G3-də dayanan filini almaq istəyir. Ağlar bu filə saxlayır, nəyə görə? Ağlar öz qaraxanalı fili nəyə görə saxlayırlar? Gələcəkdə fil aşağıda gəlib, qara fili dəyişməyə görə onda hücum daha rahat olur. Qaraxanada duran qaraların fili, bax qaraxanalı fil, yaxşı fildir. Qara şahı yaxşı müdafiə edə bilir. Qala qurma. Fil C4. Burada hər iki tərəf varianta uyğun olaraq inkişaf etdirirlər. Varianta uyğun olaraq. Həmən o Sicilya müdafiəsinin əjdaha variantına uyğun olaraq fiqurları inkişafa doğru aparırlar. At C6 Fil D2 Vəzir D2 Vəzir D2 Artıq məlum oldu burada, məsələ aydındır. Vəzir D2 nəyə görə gəlir? Qaralar ağlar fil aşağıda gələcəkdə planlaşdırır, həm də uzun qalaya planlaşdırır ki, şah cinahından hücum eləsin. Fil D7. Yenə də varianta uyğun müdafiə gedir ki, fili harasa çıxmaq lazım. Buralara yer yoxdur və